adamları tez düşmən kateqoriyasına aparıb salmayaq. Tələsməyək. Düşmən elan edincə 100 dənə üzür gətir. Sadəlöf olmayaq, amma deyirən ki, bəlkə belədir, bəlkə elədir. Dərhal filan bir dənə hadisə olur, düşmən ayəsini gətirirlər. Yox, bir cavan adamdır, bir səhv eləyib, bir xəta eləyib. Sənin cəmiyyətində yaşayır. Hədislər deyir ki, öz qardaşın, bacın kimi bax. Ailən kimi bax. Ta sənə sabit olana qədər ki, o bu düşməndir. Onda başla düşmənçiliklə, o da nə üçün düşmənçiliklə? Sevgidən qaynaqlansın düşmənçilik. Qaynağında sevgi dayansın. İmam Hüseyin əleyhissalam bu yandan məcburi idi döyüşsün. Bilirsən niyə? Otdan alaqdan bağı təmizləməkdir İmam Hüseyin. Cəmaat o qədər sevirdi ki, o ünsürlərlə üzbəüz dayanmalıydı, amma bir tərəfdən də hər tək-təkini fikirləşirdi və onlar üçün ağlayırdı Kərbəlada, onların hidayətini istəyirdi. Mən heyrətə gəlmişəm bunu oxuyanda ki, axırıncı saniyələrində xəncər əlində biri gəlib, bir nəfər, adı yadımdan çıxıb adamın. Xəncər əlində gəlib, imamın danışmaq taqəti də yoxdur, artıq nəfəsi də kəsilir. Son anları deyir ki, var gücü ilə bütün sevgisini gözünə topladı, ona elə məhəbbətlə baxdı ki, onun əlindən xəncər düşdü və təslim oldu, getdi, keçdi İmam Hüseynin tərəfinə. Orada hidayət olan olub, bilirsiniz? O necə hidayət oldu? Deyirlər ki, imam elə sevgi ilə ona baxdı, xəncərlə başını bədənindən ayırmağa gələn adama. Biz bu imamın tərəfdarıyıq, hamıya kim qusuruq? Adam axtarırıq, o ilə dava salmağa, biz bu imamın tərəfdarıyıq.